Necəsiz? Çox sağ olun, təşəkkür edirəm. Nigar xanım, ilk öncə istədim ki, bir konsultasiya eləyəsiniz məni. Təbii mənim sizə demək istədiklərim də var, amma çox istərdim siz, məsələn, yaxşı mənada, təbii ki, əl işlərinizə baxıram, yəni sizi seçib gəlmişəmsə, təbiilikdən uzaqlaşmadan. Siz mənə deyin, neçə yaşlısınız? Siz mənə neçə yaşlısınız? Yox, siz deyirəm. 39 yaşım var. Olmuşsuz kosmetologda? Mən botoks elətdirirəm. Hardasa 5-6 il olar ki, botoks, yalnız botoks. Yalnız botoks. Yalnız. Botoksdan narazısınız. Yəni onun sizə verdiyi hansısa bir fəsad, botoksdan etdiyinizdən sonra qırışlarınız artıqmı? Belə bir problem? Xeyr, Nigar xanım, mən bilirəm ki, genetikimdə var, yəni mən göz üstü ətlərim falan, həm hətta bir ara əməliyyat düşündüm. Yəni olduğu qədər hardasa biraz açıq botoks. Amma indi daha çox istəyərdim ki, məsələn, ümumiyyətlə siz əl vursaq, dərim çox boşdur. Bir də istəyərdim bəzi prosedurlar, amma bilirsiniz niyə bu sualı verdim? Onsuz da siz məndə ilk dəfəsiz, botokslarınızı mən etməmişəm. Sadəcə olaraq çoxsu deyir, yox, botoksdan sonra deyirlər qırış çoxalır, çoxsu deyir, botoksdan sonra üst sallanır. Botoks pis olsa 5 il bunu etməzsiniz. Demək, botoksun xeyrini görmürsünüz ki, eləmişsiniz. Məndə sadəcə olaraq sualın cavabı maraqlıdır. Gəldim sizin prosedurlarınıza, mütləq sizə alın dolgusu etmək istəyərəm. Siz yəqin ki, bunu görürsünüz, alnınızın tanıması çox batıqdır. Qaşlarınız çox belə gözünüzə yaxındır. Biraz bu hissələrinizi açsam, ciddiliyiniz, bəlkə də hissli deyilsiniz, amma hissli görsənirsiniz. Bu problemlərinizi həll etmiş olardım. Sonra sizin bu hissələrinizdə piyləriniz var. Bax, özünüzün avalınız, üzünüzün, necə deyim, yəni, çırtaları çox qəşəngdir. Amma bunu özünə qaytara bilərəm. Lipolitiklə bu hissələrinizi götürsəm, çox gözəl öz avalınız üzə çıxacaq. Ağız ətrafı doluya mütləq ehtiyacınız var. Çox düşüb o hissəniz. Bu hissə arxaya gedib, bunu önə gətirməliyəm. Boğazınızda mənlə bayaqdan danışırsınız, Nefertiti botoksa ehtiyacınız var. Bu hissədə batis məzələləriniz çox önə çıxır siz danışdıqca. Bilmirəm, botoksunuzu nə vaxt etmişsiniz? 5 ay. Yəni deyim ki, bu dəqiqə şiddətli dərəcədə sizin botoksa ehtiyacınız var, yoxdur. Bir də üzünüzə sizin süd turşusu eləyərdim. Çox vaxt məsələn, pasient gəlir, deyir ki, mən süd turşusu istəyirəm. Baxıram ki, həqiqətən ehtiyacı yoxdur. Amma bax, bu üzlərin süd turşusuna ehtiyacı var. Niyə? Ona görə ki, üzünüzdə hər şey yerindədir, sadəcə olaraq düşmə var. Mən bunu qaldırsam, öz üzünüz həcimsiz, kollageniniz başlayacaq işləməyə, üzünüz lifting olacaq və çox gözəl bir nəticə əldə edəcək. Süd turşusunda necə məsləhət görürəm? Eləyirəm. 3 aydan sonra ikincisini, o birisi növbəti 6 aydan sonra üçüncüsü.